Bura paytaxtın Nəsimi rayonu Novruzov qardaşları küçəsidir. Bu hündür mərtəbəli yaşayış binasının sakini olsaydınız, hər gün səhər bu qorxulu və silkələyici zərbə səsləri ilə oyanacaqdınız. Həm də sadəcə səs deyil, eviniz hər an uçmaq təhlükəsi ilə üz-üzə qalardı. Sakinlərin narazılığı hər ötən gün artır. Səbəb isə göz qabağındadır. Yaşayış binasının düz 5 metrliyində ağır sıva işləri aparılır. Tikinti normaları, şəhərsalma qaydaları isə sanki bir kənara atılıb. Sakinlər sual edir. Ağır texnikanın yaratdığı güclü vibrasiya bu hündür mərtəbəli binanın bünövrəsinə zərər vurarsa, bunun bədəlini kim ödəyəcək? Qanunvericilikdə isə açıq şəkildə deyilir ki, İnzibati Xətalar Məcəlləsinin 253-cü maddəsinə görə yaşıllıqların qanunsuz kəsilməsi və zədələnməsi ağır məsuliyyət daşıyır. Amma burada nə qanun eşidilir, nə də sakinlər. İndi isə əsas sualları aidiyyatı dövlət qurumlarına ünvanlayırıq. Nəsimi rayon İcra Hakimiyyəti, Dövlət Şəhərsalma Qurumları və tikintiyə birbaşa nəzarət etməli olan Fövqəladə Hallar Nazirliyi bu real təhlükədən xəbərdardırmı? Əgər xəbərdardırsa, niyə hələ də əraziyə baxış keçirilməyib? İşlər dayandırılmayıb. Cinayət Məcəlləsinin 222-ci maddəsi tikinti zamanı təhlükəsizlik qaydalarının pozulmasını ciddi cinayət sayır. Dövlət nəzarəti mexanizmi yalnız faciə baş verəndən sonra işə düşməlidir, yoxsa riskin qarşısı əvvəlcədən alınmalıdır. Sakinlər tikintiyə tamamilə qarşı deyirlər, amma heç bir tikinti insanların təhlükəsizliyindən, rahatlığından və şəhərin yaşıllığından üstün ola bilməz. Biz bir xəbər media olaraq məsələni diqqətdə saxlayacaq və adı çəkilən aidiyyatı dövlət qurumlarının rəsmi mövqeyini də işıqlandırmağa hazırıq.